gördük sizləri, mən Nailə Axundova. Bugün sizlərlə 2024 dim nəşrlərindən birinci qruplar üçün 20 sınaq kitabının 18-ci sınaq imtahanının suallarının izahlarını paylaşacağım. Bu 2024 dim nəşri deyəndə bu 2024-2025 tədris ili üçün nəşr olunmuş bir kitabdır. Həm birinci qruplar, eyni zamanda ikinci qruplar bu sualları işləyə bilərlər. Hətta bütün qruplar işləyə bilər. Sadəcə olaraq, yəni hal-hazırdakı blok üçün çalışanlar bu suallardan istifadə edə bilərlər. 500 manata satılan kreslonun qiyməti 2 dəfə eyni faizlə ucuzlaşdıqdan sonra 405 manat olub. Deyir, kreslonun qiyməti hər dəfə neçə manat ucuzlaşıb. Baxın, mürəkkəb faiz artımı və ya azalması düsturumuz ki vardı. SN bərabərdir. S0 vurulsun 1 plus minus P bölü 100 üstü M. Buradakı SN'imiz neçə verilib? Deyir, 405 manatdır. Bərabərdir. 500 manata satılan 1 çıx P bölü 100 neçə dəfə? 2 dəfə eyni faizlə ucuzlaşıb. Hər iki tərəfi 500-ə bölsək, 405 bölünsün 500 bərabərdir 1 çıx P bölü 100, bir də kvadratı. İxtisar aparsam burada neçə gedər? Elə 5-ə böləcəm. 81, 100. Hər iki tərəfdən kök alsam, onda 9 bərabərdir. 1 çıxılsın P bölü 100-dürsə, P bölü 100 bərabər deyilmi? Onda 1-ə. Onda P də bərabərdir. Ona hər dəfə 10% ucuzlaşıbdır. A variantı. Çalışma 2. Verilmiş ABC ədədləri yazıldığı ardıcıllıqla artan natural ədədlər olarsa, əbop XY-i tapın. Bilirik ki, ardıcıl natural ədədlər üçün B çıxılsın A 1-dir, C çıxılsın B 1-dir. Adi sistem tənlik. 3Y çıx 7-dən çıxacam, qarşıdakı çıxmanı nəzərə alsam, bu da 1-dir. 6x çıxılsın 12 çıxılsın, qarşıdakı çıxmanı nəzərə alsam, plus 7, bu da 1-dir. Onda, baxaq görək, 3y çıx 2x-imiz 10-dur. Ədədləri itirməyək, çıx 3y-imiz 6-dır. Tərəf-tərəfə toplasam 3y-lər islah olunur. 4x bərabər 16-dırsa, x-imiz 4-dür. X-in yerinə 4 yazsam, elə burada yazacağım. 3y çıxılsın 8, 10-dursa 3y 18-dir. Y-imiz 6-dır. Bizdən də soruşulur, əbob 4-lə 6, bu da bərabərdir 2-dir. B variantı. Çalışma 3. Həqiqi əmsallı kvadrat tənliyin köklərindən biri əgər 2A üzərinə gəl A idisə, onda digər onun qoşması olan 2A çıxılsın A idi. Viyyətə görə, daha doğrusu x1 plus x2-nin kvadratı bölünsün x1, x2 üçün birinci cəmi tapıram. Toplasaq 2A üzərinə gəl, AI üzərinə gəl, 2A çıxılsın AI mötərizədən kənar kvadrat bölünsün 2A üzərinə gəl. Bir də 2A çıxılsın AI bərabərdir. Buradakı AI-lər islah olunur. Bu ikisi eləyir 4A kvadratı, 16A kvadratı. Məxrəci bu ikisini vurduqda etdimi 4A kvadratı çıxılsın A-inin bir də mötərizədən kənar bu cür kvadratı ki bu edir 16A kvadratı, məxrəcdəki i kvadratı mənfi 1-dir deyə 4A kvadratı üzərinə gəl A kvadratı, A kvadratları ixtisar gedir, geriyə qalır 16 bölü 5, bu da eləyir 3 tam, onda 2-dir. D variantı. Çalışma 4. Verilmiş belə bir integralı hesaplamaq üçün birinci burada bir çevirmələr aparaq. X kvadratı çıxılsın 1, üzərinə gəl 1. Böl, x çıxılsın 1 dx. Bu da bərabərdir. Gəlin, surətdəki, bax, bu ikisini ayrı-ayrı kəsirlərdə yazaq. Yəni, integral x kvadrat çıxılsın 1 böl, x çıx 1, üzərinə gəl 1 bölünsün, x çıx 1 dx bərabərdir. X kvadrat çıx 1-i də. Gəlin ayrı-ayrı bu cür x çıx 1, x üstə gəl 1 yazaq ki, x çıx 1-lər getsin. Geriyə qalır x üzərinə gəl 1, üzərinə gəl 1 bölünsün, x çıx
1 dx. X'in integralı x kvadrat bölü 2, birin integralı x, digəri ln modul x çıxılsın 1, bir də plus c. Belə bir cavabımız A variantında. Çalışma 5. Vermiş təniklər sistemindən y bölü x-i araşdıraq. Gəlin 0.3 üstü 1 bölü x üstə gəl y-i, sağ tərəfi 0.3-ün kubu yazaq. 0.1 üstü x üzərinə gəl 1 bölü y-i, 0.1-in kvadratı yazaq. Qüvvətləri bərabərləşdirək. Yəni 1 bölü x üzərinə gəl y 3-dür. X üzərinə gəl 1 bölü y 2-dir. Birincini də ikincini də kəsirdən azad etmək üçün birincini x-a, ikincini y-ə vuracağım. Olur. 1 üstə gəl x-y-imiz 3x-dir. X-y üzərinə gəl birimiz 2y-dir. Sol tərəflər bərabərdirsə, diqqət yetirin, sağlar bərabər deyilmi? Onda 3x-i 2y-ə bərabər etsəm, bizdən y bölü x soruşulur. Bu da bərabər 3 bölünsün ki, yəni 1 tam onda 5'dir. B variantı. Çalışma 6. Vermiş belə bir ifadəni A ilə necə ifadə edək? Kök altında 8-ci dərəcədən 5 plus 1, kökdə 4 dərəcədən 5 plus 1, kökdə 5 plus 1-i gəlin yığaq. Necə yığaq? Ən böyük dərəcəli kökün dərəcəsi minusuna vurub bölək, yəni qoşmasına vurub bölək. Bunu da vururam kök altında 8 dərəcədən 5 çıx 1-ə, eyni zamanda 8 dərəcədən 5 çıx 1-ə bölürəm. Bu ikisini yığsam kvadratlar fərqi kimi, kök altında 4 dərəcədən 5 çıx 1, vur 4 dərəcədən 5 üzərinə gəl 1, bir də kökdə 5 üzərinə gəl 1. Bölünsün kökdə 8 dərəcədən 5 çıx 1. Bunu bizə verib də nağda A-dır. Məxrəc. Yəni, surəti bu ikisini yenidən yığaq. Yığanda olur kök altında 5 çıx 1, vurulsun kökdə 5 plus 1. Bölünsün, məxrəcə də A yazacağım. Surəti yığsaq 5 çıx 1 bölü A, cavabımız 4 bölünsün A. Y variantı. Çalışma 7. Kateti 4 olan bərabəryanlı düzbucaqlı üçbucağın olsun bizim bərabəryanlı düzbucaqlı üçbucağımız. Demək, hipotenuzu ətrafında fırlanmasına, bax, nə elə bir hipotenuzu buradan tutdunuz, belə bir fırladırsınız. Burada konus əmələ gəlir. 2 dənə konus. Bərabər yanlı olsa da mən onu bir balaca belə yana ki çəkirəm ki, onun fırlanmasından alınan cismi siz normal görəsiniz. Baxın, o necə olacaq? Mən onu bu cür formalaşdıram ki, sizdə vizual olaraq da bir fikir formalaşsın. Fırlanmadan belə bir cism alınır. Bərabər yanında sadəcə mən bu cür çəkdim ki, siz normal görəsiniz. Bunu elə bərabər yanlı kimi də elə. Bunu bu cür də çəkib düzəldə bilərəm ki, bərabər yanlıya tam oxşasın. O cür. Demək, bizə verib katetlər 4'dür. Onda hipotenuz 4 kök altında 2'dir. Bu konusun radiusudur. Amma düzbucaqlı üçbucaqda hündürlük rol oynayacaqdır. Növünə görə bərabər yanlı düzbucaqlı üçbucaq olduğundan bilirik ki, bərabər yanlı düzbucaqlı üçbucaqda hündürlük həm median, həm tənbölən rol oynayır. Yəni, yalnız bərabər yanlıdır ki, hündürlük, median, tənbölən üçü də düzbucaq təpəsindən çəkilmiş, üst-üstə düşür. O da hipotenuzun yarısına bərabərdir. Əgər hipotenuz 4 kökdə 2'dirsə, onda R 2 kök altında 2'dir. Yaxşı, indi bizə deyir ki, bu cismin yan səthinin sahəsini tapın. Fırlanmadan alınan cismin yan səthi S bərabər deyilmi? 2πrl. Bir konusun yan səthinin sahəsi, onlar üzbüz qoyulanda, orta itir arada, olur 2 dənə konusun yan səthinin sahəsi. Yəni, 2π vur, 2 kökdə 2, elimizdə doğranı 4'dür. Bu da bərabərdir 16 kök altında 2π. Bu arada bir bunun həcmində deyim, belə bir fiqurun həcmi sizdən soruşulsa və bərabərdir 3'də 2 πr kvadratı vur h ki. Buradakı h da AO rol oynayacaqdır. Yəni, həmin bu
bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuzun elə yarısı. Çünki əgər ox kəsiyi bu cür konusun, daha doğrusu bu B təpəsi 90 dərəcədirsə ilə R-lə H bir-birinə bərabər olacaqdır. Çünki növünə görə bərabər yanlı düzbucaqlı üçbucaqdır. Çalışma 8. Verilmiş bərabərsəyi həll etmək üçün diqqət yetirsəz, solda mötərizənin kənar kvadratda, sağda 3 dərəcədən kubudur. Əlbəttə ki, bu 3 kökü kvadratda bu kökü aparacaq. Amma soldan modul da x minus 3 çıxır. Sağda elə olduğu kimi x çıxılsın 3 və x çıxılsın 3. Belə bir bərabərsizlik nə zaman doğrudur? X çıx 3 böyükdür bərabər 0 olsa, x də böyükdür bərabər 3-dən, yəni 3-dən müsbət sonsuzluğa. C variantı. Çalışma 9. Simmetri oxu x bərabər 3 olan, y bərabər x kvadrat plus bx plus c parabolası k 1-2 nöqtəsindən keçərsə, bu parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Baxın, x kvadratı plus bx plus c parabolasının əgər simmetri oxu x bərabər 3-dürsə, yəni mənfi b bölünsün 2 ayımız 3-dürsə, ayımız burada 1-dir, onda mənfi b böl 2 3-dür, b-imiz olacaq mənfi 6. Yəni y bərabərdir x kvadrat çıxılsın 6x üzərinə gəl c. Parabola 1-2 nöqtəsindən keçirsə, y-in yerinə 2, x-in yerinə 1 yazsam, onda c bərabər deyilmi 7-yə? Funksiyamız y bərabər x kvadrat çıxılsın 6x üzərinə gəl 7-dir. Təpə nöqtəsinin koordinatını zaten b-imiz məlum, x-imiz məlumdur, 3-dür. Y tapmaq üçün x-in yerinə 3 də yaza bilərəm. Y bərabər 9 çıx 18 üzərinə gəl 7 bərabərdir. Mənfi 2 bu üsulla da taparam. Tam kvadratı ayıraram. X çıxılsın 3-ün kvadratı çıx 9 plus 7. Yəni x çıx 3-ün kvadratı çıx 2 və yaxud da ki y bərabər 4ac minus b kvadrat bölünsün 4a'yı tətbiq eləyərik. 4ac'miz 28 çıx b kvadratımız 36 böl 4a'mız elə 4. Mənfi 8 böl 4 cavabımız mənfi 2'dir. 3 mənfi 2 D variantı. Çalışma 10. A və B çoxluqları üçün NA 9, NB çıxılsına 3. NA çıx NB 2 olarsa A ilə B-nin kəsişməsinin A çoxluqlarının sayını tapın. Baxın, tutaq ki, bu olsun A çoxluğumuz, bu B çoxluğumuz. Bilirik ki, bura B çıxılsın A'dır, A kəsişmə B'dir, bura A çıxılsın B'dir. NA-nı saxlayıram ki, onu bizə verib 9. Baxın, bunun yerinə 9 yazıram. NB-nin yerinə yaza bilərəmmi kəsişmə ilə? NA kəsişmə B üzərinə gəl. N, B çıxılsın A bərabərdə 2. 9 çıxılsın N, A kəsişmə B. Qarşıda çıxma əməli var, nəzərə alsam. Fərqin də yerinə 3 yazsam 2-dirsə NA çıxılsın B bərabərdir. NA kəsişmə B bərabərdir 4. Bizdən də soruşur kəsişmənin A çoxluqlarının sayını. Bilirik ki, N elementli çoxluğun 2 üstü N A çoxluğu var. 2 üstü 4 cavabımız 16'dır. A variantı. Çalışma 11. Bu olsun bizim trapesiyamız. Deyir, trapesiyanın diagonalları, onun orta xəttini bu cür 5x, 6x, 5x olaraq 3 hissəyə bölübdür. Oturacağın, trapesiyanın böyük oturacağı, kiçik oturacağından neçə dəfə böyükdür. Yəni AD-nin BC olan nisbətini tapın. Diqqət yetirsəz, birinci baxın, bu üçbucaqdan baxsaq, əgər MN 5x-dirsə, BC 10x deyilmi? Çünki həmin yaşıl üçbucaqda orta xətt rol oynayır. BC-nin yarısı da MN. Bəs rənglədiyim bu sarı üçbucaqdan AD-ni araşdırsam, həmin bu NK ikisi birlikdə 11x-dirsə, oturacaq 22x-dir. 22'nin 10'a nisbəti cevabımız 2 tam 10'da 2'dir. B variantı. Çalışma 12. Ədədi hissədə A2 11 adı, A4 111 adı bizə deyilir. Hissə fərqi də
C-sə fərqi 275-dən böyükdür. D böyükdür 275-dirsə və bu şərtləri ödəyən ədəd C-sələrinin deyir sayını tapın. C-sə fərqini necə tapırdıq? A4 çıx A2 2D deyilmi? 2D bu neçədir? 2D bərabərdir. 111 A çıxılsın 11-a. 2D bərabərdir. 110 100A-dırsa, onda D-miz olacaq 50A. Getirək burada. D-nin yerinə 50A yazaq. 50A böyükdür 275-dirsə, A da böyükdür 275-i 50-yə bölsəm, neçə dəfə düşür? 5 tam onda 5. 5 tam onda 5-dən böyük olan, burada bu arada A'lar rəqəmlərdir deyə, 5 onda 5-dən böyük olan 6 ola bilər. 7, 8, 9 bizə deyib neçə belə silsilə ola bilər? Cavabımız 4 dənə. Çalışma 13. Müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirən mailin uzunluğu 20-dirsə, bu mailin müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tapın. Bizə lazım olan AC-dir. Aşağı bucaq 60-dırsa, yuxarı 30-dur. 30-un qarşısı hipotenuzun yarısıdır. Cavabımız 10-dur. A variantı. Çalışma 14. Tangens alfa 10 olarsa, tangens ki alfa, sinus ki alfa, kosinus ki alfanı müqayisə edək. Gəlin, birinci tangens 2 alfanı araşdıraq ki, bu 2 tangens bölünsün 1 çıx tangens kvadratıdır. Yəni, 2 vur 10 bölünsün 1 çıxılsın 100, bu da bərabərdir. Mənfi 20 bölünsün 99'dur. Sonra B'miz sinus ki alfadır. Sinus ki alfa bərabərdir. 2 tangens alfa böl 1 üstə gəl tangens kvadratıdır. Tangenslə bağlı düsturudur bu. Bu bərabərdir. 2 vur 10 bölünsün 1 plus 100 oldu. 20 bölünsün 101'dir. C bərabərdir. Kosinus ki alfadır. Kosinus ki alfanın tangenslə bağlı düsturu 1 çıx tangens kvadratı böl 1 plus tangens kvadratıdır. Bu bərabərdir. 1 çıxılsın 100 böl 1 plus 100. Mənfi 99 bölünsün 101. Bizdən nə soruşulurdu? Bu üçünün müqayisəsi. Baxaq, buradakı ən böyük hansıdır? Müsbət olan B'dir. Sonra aynı tapdıq. Buradan yazaq. A mənfi 99'da 20'dir. B'miz mənfi 99 böl 101'dirsə, onda deyirsiniz bunu təqribən bölək də vergüldən sonra. Mənfi 20'nin içində bu mənfi 0,2 nöqtə, gerisi mənə lazım deyil. 99'u böləndə də mənfi 0,9 nöqtə. Dediyim kimi vergüldən sonraki birinci rəqəmim yetərlidir. Vergüldən mənfisiz baxın. B böyükdür, düzdür. Amma mənfili, bu C'dir. Bu C'dir. Demək, mənfisiz baxsaq C böyükdür. Amma mənfili C kiçik deyilmi? Mənfi 0,9, mənfi 0,2'dən kiçikdir. Onda belə çıxır ki, A-dır sonra C'dir. Yəni C kiçikdir, A kiçikdir və belə bir cavabımız Y variantında. Çalışma 15. ABC üçbucağında BD 5'dir. BC 10'dur. Onda belə çıxır. DC də 5'dir. AB 7'dir. A'da 2 kökdə 10'dursa AC'ni tapın. Üçbucaqda A'da B'dir, C'dir. C tərəfinə çəkmiş median VC-dirsə 2VC kvadratı bərabər A kvadratı üstə gəl B kvadratı çıx C kvadratı böl 2'dir. Yəni 2 vur. Burada medianımız VC'miz 2 kökdə 10'dur. Kvadratı eləyir 40 bərabərdir. 7'nin kvadratı üzərinə gəl. X'in kvadratı çıx. 10'un kvadratının yarısı. Yəni 80 bərabər 49 plus x kvadrat çıx 50'dirsə x kvadratı bərabərdir 81. X də bərabərdir. Hər iki tərəfdən kök alsaq 9'dur. A variantı. Çalışma 16. X kvadratı üstə gəl y kvadratı üçün. X çıx y-in kvadratı. Üzərinə gəl 2xy düsturunu tətbiq eləyək. Amma birinci x çıx y-dən xy hasilini ayrıca tapaq. Gəlin belə eləyək. Birincini mənfi 3'ə vuraq. Olsun mənfi 3 vur x çıx y çıx 9xy bərabərdir. Mənfi 42.
3 vurulsun x çıxılsın y çıx 2xy bərabərdir 9. Tərəf-tərəfə toplasam bunlar gedir. Mənfi 11xy mənfi 33'dür. xy hasilimiz 3'dür. Birincində yerinə yazsam x çıx y üzərinə gəl 9 14'dürsə x çıxılsın y-imiz 5'dir. Onda 25 üzərinə gəl 2 vur 3 cavabımız 31'dir. A variantı. Çalışma 17. Demək, belə bir bərabərsizliyi həll etmək üçün x üstə gəl 3'ün kvadrat çıx 3 çıx, x-də x üstə gəl 3'ün kvadrat çıx 9 kiçikdir bərabər 0. Yəni bir tərəfə keçirirəm ifadəni, sonra ortaq məxrəcə gətirəcəm. Bunu da x-a vururam, bunu da x-a vururam. Olur, x vur, gəl bunu da açaq. X kvadratı üzərinə gəl, 6x üzərinə gəl 9, çıxılsın 3x, qarşıdakı çıxmanı da nəzərə alacağım. X kvadrat çıxılsın 6x çıx 9, çıx 9. Kiçikdir bərabərdir 0-dan. Baxaq nə alınır burada? Qarşıda çıxma var deyə plus 9. Nəxli bu 9'lar gedəcək. Demək, x kubu üzərinə gəl 6x kvadratı üzərinə gəl 9x çıx 3x çıx x kvadrat çıx 6x. Bir də böl x. Kiçikdir bərabərdir 0-dan. Nələr gedər? 6x, 3x, 9x gedir. Geriyə qalır x kubu üzərinə gəl 5x kvadratı bölünsün x kiçikdir bərabər 0-dan. X-i çıxarsam mötərizə xaricinə x kvadratını. Geriyə nə qalır? X üzərinə gəl 5 bölünsün x kiçikdir bərabərdir 0-dan. X-ə ixtisar apara bilərəm. Buna ixtisar apara bilərəm. Amma nə yazıram? X 0-dan fərqlidir. X vur x üzərinə gəl 5 kiçikdir bərabər 0-ın sıfırlarını qeyd edirəm. Biri mənfi 5'dir, mənfi 5 alır, amma 0'ı almır. Çünki burada 0'ı almayan kimi qeyd eləyəcək. Plus, minus, pluslasam mənə mənfi aralığı lazımdır. Mənfi 5 qapalı, 0 açıq mötərizə ki, bu da etiva eləyir Y variantına. Cavabımız Y. Çalışma 18. Verilmiş ifadələrdən hansı A üstü 6 çıx 64 ifadəsinin vurğu deyil. Gəlin, A üstü 6'nı yazaq. A kubunun kvadratı çıx 8'in kvadratı. Yəni A kubu çıx 8 vurulsun A kubu plus 8. Bunlarda kublar fərqi və cəmi kimi açaq. A çıxılsın 2 vur A kvadratı üstə gəl 2A üzərinə gəl 4. A üstə gəl 2 A kvadrat çıxılsın 2A üstə gəl 4. Baxıram A çıx 2'miz var. A plus 2'miz var. Baxın bu ikisi də var. Amma B variantı yoxdur. Cavabımız B variantı. Çalışma 19. Verilmiş ifadənin, verilmiş daha doğrusu tənliyin, verilmiş aralıqda neçə 50 olduğunu tapmaq üçün birinci gəlin bu ikisinə hasilin cəmə çevrilmə düsturunu tətbiq eləyək. Kosinus 4x çıx 2'də 1. Kosinus fərqi eləyəcək 4x çıx. Kosinus cəmi 8x bərabər kökdə 3 böl 2 kosinus 2x. Hətta 2'ye vurub kəsirdən də azad edə bilərik. Bunu 2'ye vuracağım. 2 kosinus 4x çıx. Qarşıdakı çıxmanı da nəzərə alacağım. Plus kosinus 8x bərabər kökdə 3 kosinus 2x. Kosinus 4x'lərin biri getdi. Geri qaldı kosinus 4x plus kosinus 8x bərabərdir kök altında 3 kosinus 2x. Sol tərəfə bu dəfə cəmin hasilə çevrilmə düsturunu tətbiq eləyirəm. 2 kosinus arqumentlərin cəminin yarısı 6x, kosinus fərqinin yarısı 2x, bir də bərabər kökdə 3 kosinus 2x. Sağ solu ixtisar apararam da, amma sıfırını yazmaq şərti ilə. Kosinus 2x'lər ixtisar aparıram bir kənarda. Kosinus 2x'in sıfırı 2x bərabər pi böl 2 plus pi k, x də bərabərdir pi böl 4 plus pi k bölünsün 2. Bunu burada saxlayıram. Keçək burada nə qaldı? Geri qalanının həllinə. 2 kosinus 6x'imiz kökdə 3'dürsə, kosinus 6x bərabər deyilmi? Kökdə 3 böl 2'yə. Onda 6x bərabər plus minus kökdə 3 böl 2'ni alır. Pi bölünsün 6 plus 2 pi k. Onda x də bərabər plus minus pi bölünsün 36 plus pi k bölünsün 3. İki dənə də tənliyimiz buradan olacaq. Plus minusu ayıracaq.
Gəlin onda buradan bir yer edək yazmağımıza. Baxın, tutaq ki, demək, bir köküm dərəcə çevirəcəm bunu. 45 dərəcə üzərinə gəl 90K-dır. Biri pi bölü 36 5 dərəcədir. Müsbətini götürəcəm. Pi k bölü 3 60K-dır. Biri də olacaq. Bunda bir balaca yer eləyək. Digər də olur x3-də. Bunun mənfisi mənfi 5 dərəcə plus 60K. Demək, 3 dənə bu cür cədvəl quraq. K-ya qiymət verək. X1-i tapaq, K-ya qiymət verək, X2-ni tapaq, K-ya qiymət verək, X3-i tapaq. Tamam, birinci üçün bunu N də yaza bilərik, M də yaza bilərik. Mənim əlim öyrənibdir, K yazıram. Ona görə elə K olaraq da saxladım. Demək, birincində K-nın yerinə 0 yazsam, 45 dərəcə, o düşür bu aralığa. K-nın yerinə 1 yazsam, düşmür. İkincində, burada K-nın yerinə 0 yazsam, 5 dərəcə düşür. 1 də yazsam, düşür. 1 yazanda 65 dərəcə olur, düzdür? Düşür. 2 yazsam düşmür. Üçüncündə K-nın yerinə 0 yazsam mənfi 5. Bu düşmür o araq, amma 1 yazsam 55 dərəcə düşür. 2 yazsam düşmür. O araqda neçə həlli oldu? 1, 2, 3, 4. Cavabımız A variantı. Çalışma 20. Tilinin uzunluğu 10 olan kubun hər iki diagonal kəsi çəkilərək kub 4 kongruent figura bölünmüşdür. Hansı figurlar olar? Təbii ki, üçbucaqlı prizmalar. Baxın, tutaq ki, bu olsun bizim kubumuz. Vizual olaraq istəyirəm görəsiz onu. Demək, bu olsun bizim kubumuz. Gəlin bunu diagonal kəsikləri vasitəsilə 4 yerə bölək. Fikir verin, 4 yerə bölündü. Həmin o 4 yerə bölünmüşün, mən buradan bunu da çəkirəm ki, siz buradan görəsiz ki, neçə yerə bölündü. Baxın, belə bir prizmalar alındı ki, bizə lazımdır. Təqribən rəngləyə bilsəm, qalsın da. Baxın, belə bir üçbucaqlı prizmanın tam səthinin sahəsi soruşulur. Əgər til 10-dursa, baxın, bu 10-dur, bu 10-dur, tərəf 10-dursa, adlandıracağım hətta, A-dır, B-dir, C-dir, D-dir, burada olsun, AC diagonalı, oturacağın diagonalı kvadratın tərəfinin kökdə 2 misli deyilmi? Tərəf 10-dursa, onda AC olacaq 10 kökdə 2, AC 10 kökdə 2-dir. O onun yarısı 5 kökdə 2-dir. Baxın, burada 5 kökdə 2-dir. Bu da 5 kökdə 2-dir. Bu 90-dır. Bura 90-dır. Bu 5 kökdə 2-dir. Yəni ki, bu figuru tam beyniniz həzm elədi ki, bu necə figurdur? Oturacağı düzbucaqlı, üçbucaqlı olan üçbucaqlı prizmadır ki, bizdən tam səthinin sahəsi soruşulur. S-tan budur. S-tan bərabərdir. S oturacaq, vur 2 plus S yan. Bu bərabərdir. Hətta biz bunları ayrı-ayrı da tapa bilərik. Yanları ayrı tapın. Plus yanda 3 dənə düzbucaqlı deyil. Onları ayrı-ayrı tapın, toplayın. Yuxarı aşağını ayrıca hesablayın. Amma biz bilirik ki, yan səthidə P oturacaq. Vurulsun H-dır. S oturacaq. Bərabər yanlı düzbucaqlı, üçbucaqlı. Sahəsi katetləri hasilinin yarısı plus P oturacağımız 5 kökdə 2 plus 5 kökdə 2 plus 10. Çünki bura 10'dur. Bir də vurulsun hündürlük 10. Bərabərdir. Bu 2 ilə bu 2 geçsin. Bu ikisi birlikdə eləyir. 5 kökdə 2-ni 5 kökdə 2-yə vurduqda 50. Üzərinə gəl. Bu ikisi birlikdə 10 kökdə 2 plus 10. Buranda da 10'a bu edir. 100 kökdə 2. Üzərinə gəl 100. Yəni 150. Üzərinə gəl 100 kök altında 2. Bu da Y variantı. Çalışma 21. Bərabər yanlı təpə bucaqları
kongruent olan iki bərabər yanlı üçbucaqdır. Oturacaqların uzunluqları uyğun olaraq biri 10'dur, digər 30'dur. Kiçik üçbucağın yan tərəfi 13'dürsə, böyük üçbucağın oturacağa çəkilmiş hündürlüyünü tapın. Böyük üçbucağın oturacağa çəkilmiş hündürlüyünü tapın. Hayır, kiçik üçbucağın yan tərəfi 13'dür. Bir dəqiqə bunu yana yazaq. Onda böyüyün oturacağa endirilmiş hündürlüyünü tapın. Tutaq ki, bu ABC'dir. Bu da A1, B1, C1'dir. Əgər bərabər yanlı üçbucağın təpə bucaqları bərabərsə, növünə görə oxşardısa, oxşarlıq əmsalımız 3'ün 1'ə deyilmi? Yəni, AC-nin A1, C1'ə nisbəti bərabərdir. 30'un 10'a nisbəti oxşarlıq əmsalımızdır. Yəni, 3'ün 1'ə nisbətidir. Gəlin, birinci balacanın hündürlüyünü tapaq. Bu bərabər yanlıdır. 5-5 bölünəcək. Pifagor teoremini tətbiq etsəm, həmin bu yaşıl üçbucağa, bura bir K deyirəm. Bu da olsun K1. Həmin bu B1, K, buna da K1 deyək elə, bu K olsun da. Həmin bu B1, K1 bərabər deyilmi? Kök altında 13'ün kvadrat çıx, 5'in kvadratı 169, çıx 25, 144, bu da 12. Əgər bu 12'dirsə, onda bura elə kiçik H deyək, buna da H1 deyək. H-ın H1'ə nisbəti 3'ün 1'ədir. Yəni H böl 12 əgər 3'ün 1'ədirsə, H da bərabərdir 36. A variantı. Çalışma 22. Qarabağ sözündəki hərflərin yerini dəyişməklə neçə fərqli söz almaq olar? 2, 4, 6, 7. 7 faktorial, Q-dən 1 dənədir, 1 faktorial, A-dan 3 dənədir, R-dən 1 dənədir, D 1 dənədir, Q hərfindən 1 dənədir. 3 faktorialla 7 faktorial getdi, 4, 5, 6, 7, bu eləyər 42, bu eləyər 20, 42'ni də 20'yə vurdum, cavabımız 840'dır, D variantı. Çalışma 23. Alfa, beta, gamma cəminin dərəcə ölçülərini tapın. Demək, alfa bucağı üzü sağa baxan bucaqların cəmi üzü sola baxan bucağa bərabərdir. Bu cür yadda saxlaya bilərsiniz. Yəni alfa 35 dərəcə plus 40 dərəcə 75 dərəcədir. 25 ilə qarşılıqlı bucaq olduğundan bu da 25'dir. Beta ilə qarşılıqlıdır, betadır. Yenə beta ilə 25'in cəmi 70'dirsə, beta bucağı bərabər 70 dərəcə, çıx 25 dərəcə. Bu da bərabərdir 45 dərəcədir. Və eyni qaydada bu bucaqda 90'dır deyə, yenə 90 ilə qammanın cəmi 125'dir. Qamma bucağı üzərinə gəl 90 dərəcə bərabər 125'dirsə, qamma bucağı da bərabərdir 125'dən çıxıram 90'ını bərabərdir 35 dərəcə. Bizdən də alfa, beta, qamma cəmi soruşulur. 75 dərəcə, üzərinə gəl 45, üzərinə gəl 35 dərəcə. Bu da bərabərdir 155 dərəcə. Çalışma 24. A vektorunun komponentləri 3'dür, 4'dür. A-nın başlanğıcı 2, 11'dir, sonu x, y-dir. Vektorun komponentlərini tapdıqda sonuna başlanğıcın uyğun koordinatlarına çıxmaq lazımdır. X 5'dir, y çıx 11, 4'dürsə, y-imiz 15'dir və x, y hasili 5 vurulsun 15, cavabımız 75'dir. Çalışma 25. Verilmiş belə bir limiti hesaplamaq üçün burada fərqli iki limit verilib. Biri x sonsuzluğa yaxınlaşdıqdadır, biri x sıfıra yaxınlaşdıqdadır. Sonsuzluğa yaxınlaşdıqda surət və məxrəcin hər birini böləcəm x-ə. Yəni limit x yaxınlaşır sonsuzluğa, kök altında x kvadratı plus 16 çıx 4 böl 2x-in surət və məxrəcin hər birini x-ə bölürəm. Amma x-i salanda kökün daxilində olacaq x kvadratı. Köksüzləri x-ə, kökdəkiləri x kvadratına böləcəm. Kökdəkiləri x kvadratına, köksüzləri x-ə bölürəm. Plus x sıfıra yaxınlaşdıqda L'Hopital tətbiq eləyərəm. Düzdür, qoşmasına vurub bölə bilərik. Amma ən rahatı mən L'Hopital tətbiq eləyəcəm. Məxrəcin törəməsi 2, surətin törəməsi 2x böl 2 kök altında x kvadrat plus 16.
Kökün törəməsi nə verirdi? 1 böl 2 kökdə x-dir, düzdür? Kök altında x kvadrat üstə gəl 16-nın törəməsi 1 böl 2 kökdə x kvadrat plus 16. Bir də vur kökün daxilinin törəməsi 2x. X-in yerinə 0 yazsam komple 0-a gedirmi? Ki gedir. Bu oldu 0. 4 bölü x. X sonsuzluğa yaxınlaşdıqda 0-dır. 16 bölü x kvadratı 0-dır. Geriyə qalır kökün daxilində 1, məxrəcdə 2. Cavabımız 2-də 1-dir. Çalışma 26. Diqqət yetirsək, baxın burada bir 25-imiz ki var. Belə bir cəmi hesablayanda bu 25-i yazaram 5-in kvadratı. Amma o 2 qarşıya necə çıxır? 2-də 1 kimi. Düzdür? Bu 2-ni də çıxarıram qarşıya 2-də 1 kimi. Yəni bu formaya düşür loqaritma. Loqaritma 5 əsasdan kvadrat 12 onda 5 üzərinə gəl 2 loqaritma 5 əsasdan 12 onda 5 vur. Loqaritma 5 əsasdan 2 plus loqaritma kvadratı 5 əsasdan 2. Oldu konkret düstur. Loqaritma 5 əsasdan 12 onda 5 plus loqaritma 5 əsasdan 2-nin mötərizənkənar kvadratı. Bu bizə nə verir? Loqaritma 5 əsasdan cəm hasilə çevrildikdə bu ikisi vurdu bir-birinə 25, bir də mötərizənkənar kvadratı. 5 əsasdan 25 2-dir, kvadratı da cavabımız 4-dür. Çalışma 27. Uyğunluğu müəyyən edin. Verilmiş birinci funksiyanın törəməsini tapaq. f'(x) bərabərdir y üstü 2x. Bir də vur qüvvətinin törəməsi. Y kvadratının törəməsi 0 eləyir. 2y üstü 2x var b-də. 1-ə b aiddir. İkincinin törəməsi. Elin 2x-in törəməsi 1 bölü x. Plus elin 2-nin də törəməsi 0 eləyəcək. 1 bölü x var b variantında. Üçüncüdə f'(x) bərabərdir y üstü 7 ədəddir. Elin də bu da ki 0 olacaq elə. Çünki ədədin törəməsi 0-dır. Sabitin törəməsi bu da C variantı. 1b-dir, 2d-dir, 3c variantıdır. Çalışma 28. 10 fərqli hərfdən müxtəlif ikisini seçməklə avtomobil nömrəsini 3-ün neçə seriya düzəltmək olar? 2 seriya deyəndə mən onu x, y götürürəm ki, x-in yerində 10 hərfdən 10-u da dura bilər. Y-in yerində müxtəlif deyir deyə 9-u dura bilər. Bu da bərabərdir 90-dır. Çalışma 29. ABCD dördbucaqlısında AC diagonalı D-in parçası ilə M nöqtəsində kəsişir. D-in BC-yə paraleldir. NM-in MD-yə nisbəti bura 2 hissədir. Bura 5 hissədir. SAMN S bərabər 2-dir. Bunun sahəsi S1 deyək. S1-in sahəsi 10-dursa bizdən ABC-nin sahəsi soruşulur. Baxın, birinci buna belə bir yanaşma ortalığa qoyaq ki, bilirik, üçbucağın təpə nöqtəsindən çıxan düz xətt qarşı tərəfi hansı nisbətdə bölürsə, sahə də o nisbətdə bölünür. Baxın, həmin bu sarı üçbucaqda üçbucaq AN, D-də N-M-in MD-yə nisbəti bərabər deyilmi? SAN M-in, bu N-də, SAMD olan nisbəti. Yəni, 2-nin 5-ə nisbəti 2-nin SAMD-yədirsə, onda belə çıxır ki, elə AMD-nin sahəsi 5-dir. Yəni, rənglədiyim bu mavi üçbucağın sahəsi bu 5-dir. İndi baxırıq, baxın, bu təpədən, D təpəsindən bunu siləcəm ki, normal biləsiz ki, bura 2 hissə idi, bunun sahəsi 2-dir, bunun sahəsi 5-dir. İndi baxırıq, bu aspektdən, fikir verin, belə bir aspektdən, D təpəsindən çıxan düz xətt qarşı tərəfi hansı nisbətdə bölürsə, sahə də o nisbətdə bölünür. AM-in MC-yə nisbəti bərabər deyilmi? SAMD-nin SMCD olan nisbəti. Yəni, AM-in MC-yə nisbəti bərabərdir. 5-in 10-adırsa, 1-in 2-yə. Onda belə çıxır ki, AM 1 hissədir, X-dir, MC 2 hissədir. Bura 2X-dir. Onda AC-nin hamısı 3X deyilmi? İndi baxırsınız, baxın bu aspektdən, bu yaşıl üçbucaq üçün baxın.
Yaşıl üçbucaqda NM BC-yə paraleldir. Yəni burada bir oxşarlıq var. Üçbucaq ANM oxşardır üçbucaq ABC-yə. Yəni 2-nin, bunun sahəsi 2-dir. ABC-nin sahəsi S deyək. S elə ABC. Buranı düzəldək. Bir dəqiqə. SANM-in SABC-yə nisbəti bərabər deyilmi? K kvadratı. Birinci K-mızı araşdırsaq. 1-in 3-ə nisbəti. Baxın, AM-in AC-yə nisbəti 1-in 3-ədir. Bu K-dırsa, onda 2-nin SABC-yə nisbəti bərabərdir. K kvadratı, yəni 9-da 1 çarpazda vursam, ABC-nin sahəsi SABC bərabərdir 18-dir. Çalışma 30. Hipotenusu C, daxili şəkli çevirən radisi R olan düzbucaqlı üçbucağın sahəsi üçün S bərabər böyük R kvadrat plus CR olduğunu ispat edin. Baxın, bilirik ki, düzbucaqlı üçbucaqda katetlər AB, hipotenuz C-dirsə S, katetləri hasilinin yarısıdır və daxili şəklini çevirən radiusu A üstə gəl B çıxılsın C bölünsün 2-dir. Yəni 2R bərabər A üstə gəl B çıxılsın C-dir. A üstə gəl B-də bərabərdir. 2R üzərinə gəl C-dir. Gəlin, hər iki tərəfi kvadrata yüksəldək. A kvadratı üzərinə gəl 2AB plus B kvadratı bərabər 4R kvadratı üzərinə gəl 4RC üzərinə gəl C-nin kvadratı. Pifaqor teoreminə görə A kvadratı plus B kvadratı bilirik C kvadratıdırsa, bax bu ikisinin yerinə C kvadratı yazsam 2AB bərabər 4R kvadrat plus 4RC plus C kvadratı. Sağlı sollu C kvadratları islah olunur. Hər iki tərəfdə 2-yə bölsəm AB-miz olur 2R kvadratı plus 2RC. Hər iki tərəfi də 2-yə bölürəm yenidən ki, sahəni formalaşdıram. Çünki bu S-dir. S bərabər deyilmi onda? R kvadratı üzərinə gəl, RC. Bu da bizim isbatımız. Bununla da biz sizinlə 2024 DİM nəşrlərindən birinci qruplar üçün olan 20 sınaq kitabının 18-ci sınaq imtahanının suallarını, izahlarını yekunlaşdırdıq. Bu qədər. Gəlin videolarda görüşərik. Sağ olun.